Salam uşaqlar, bugün sizinlə 9 iyun 2019-cu il 9-cu siniflərin buraxılış imtahanına düşən testlərin həlli ilə məşğul olacağıq. Deməli, baxırıq birinci suala. Birinci sualda deyir ki, funksiyası y oxu ilə kəsişmə nöqtəsinin ordinatını tapın. Uşaqlar, y oxu ilə kəsişirsə funksiya, bu zaman x-i 0 olur. Həmçinin OX oxu ilə kəsişsəydi, y-i 0 olacaqdı. Bizə x-in 0 olduğu hal maraqlıdır. X-i yerinə 0 qoyuruq. Yəni, y-i ilə kəsişmə nöqtəsində x0, yəni 0 nöqtəsində ordinat alır -12. Və salam, elə bunu soruşurdu. Ordinat -12, x-dəki ilə 0-ın özü idi. Koordinatlar da bu oldu. A variantı. Keçirik 2-yə. Deyir ki, dördbucaqlıdır, perimetr 40-dır, 3 tərəfin cəmi 27-dir, 4-cü tərəfi tapın. Uşaqlar, perimetr bütün tərəflərin cəmidir, 3 tərəfinin cəmi 27-dir, 4-cü tərəfi bilmirəm, ümumi perimetr 40-dırsa, x-i tapıram 13, C variantı. Keçirəm 3-ə, həndə silsilədə B2-ni verib bizə 7-ci dərəcədən kök altında 3 üstü 6. Mən elə bunu birbaşa yazacağım. 3 üstündə 6 bölünsün 7. Hardan bildim? Düsturumuz var ki, A üstündə M bərabər A üstündə M böl N. Yəni, köklə işləmək istəmədiyim üçün belə yazdım. İndi mənə başqa nəyə verib? B3-ü verib 3. S14 böl S7-ni tələb edir. Uşaqlar, mənə 2 dənə düstur lazım olacaq. Birinci düsturumuz budur. Sn bərabər B1 vurulsun. Q üstündə N çıx 1 böl Q çıx 1. İkinci düsturum isə Q bərabərdir. Bn bölünsün Bn minus 1. Burada Sn ilk n həddin cəmi, Q silsilə vurğu, B1 həndə silsilədə birinci hədd, Bn n-ci hədd. Belə. İndi buradan mənə nə lazımdır? Mənə lazımdır S14. S14'ü tapanda n'in yerinə 14 qoyacağım. B1 vurulsun Q üstündə 14 çıx 1 böl Q çıx 1. S14'ü tapdım. İndi S7'ni tapacağım. B1 vurulsun Q üstündə 7 çıx 1 bölünsün Q çıx 1. Deyir ki, S14 böl S7'ni tap. Yəni, tərəf-tərəfə böləcəm. Bu zaman B1'lər ixtisar gedir. Q çıx 1'lər ixtisar gedir. Qalır ki, Q üstündə 14 çıx 1 bölünsün Q üstündə 7 çıx 1. Surəti də müxtəsər vurma düsturun ilə açsam, yəni ki, 14'ün əvəzinə 7 üstündə 2 yazsam, çıx 1 üstündə 2 yazsam, yəni 1'in üstündə 2 yaza bilərəm də. Q üstü 7 çıx 1. Surət müxtəsər vurma düsturudur. Q üstündə 7 çıx 1 kvadratlar fərqinin düsturudur. Bir dəfə çıxıb, bir dəfə üstə gəlir. Q üstü 7 çıx 1. Buradan görürəm ki, bunlar ixtisar gedir. Qalır ki, ifadənin cavabı bu. Amma görürəm ki, cavablar tam ədəddir. Yəni, mən Q-nü də tapmalıyam. Q-nü tapmaq üçün Q bərabərdir B3 böl B2. Yəni, yuxarıda mən ümumi n hədd üçün yazmışdım, yəni n-ci hədd üçün. İndi burada məndə nədir? 3 ilə 2-dir, yəni həddin özü bölünsün özündən əvvəlki hədd. Burada da qiymətləri verib, B3-ümüzü verib, B3 3, B2-ni verib, 3 üstündə 6 bölünsün 7. Uşaqlar, əsaslar eyni arada böl olanda əsas olduğu kimi qalırdı. Bunun dərəcəsi 1-dir, üstlər çıxılırdı. 1-dən 7-də 6 çıxanda 1-in yerinə 7-də 7 yazaram. 7-də 7-dən 7-də 6 çıxanda alaram 7-də 1. Bu nəyin qiymətidir? Q-nün. Mənə nə lazım idi? S14 bölünsün S7. O da bərabərdir 2 üstü 7 üstə gəl 1. Q-nün qiymətini tapdım. Götürüb qoyuram yerinə və salam. 3 üstündə 7-də 1, üstündə 7, üstə gəl 1. Hə, deməli belə. 7'lər dəyir bir-birinə, vurulur bir-birinə, ixtisar gedir. 3 üstündə 1, 3 eləyir. 3 üstə gəl 1, 4. Cavabımız oldu 4. Baxırıq 4-cü suala.
4x üstəgəl 20 kiçik bərabərdir 0-dan. Bərabərsizliyini həll edin deyir. 4x-i saxlayıram bərabərliyin sol hissəsində. Müsbət 20-də atıram digər hissəyə, olur -20. Vuruq hasil. Məhsul vuruğu tapmaq üçün hasilin məlum vuruğa bölürəm. -20-ni 4-ə böləndə edir -5. -5 daxil olmaqla və -5-dən kiçik ədədləri götürməliyəm. O da olacaq. Məsələn, ədəd oxu çəksəm, -5, bura müsbət sonsuzluqdur. Bura mənfi sonsuzluqdur. Bilməyənlər üçün yazıram. Yəni, bu nöqtə daxildir və mənfi sonsuzluğa qədər. Mənfi sonsuzluqdan -5-ə qədər -5 daxil olmaqla bu oldu bunun cavabı. O da eləyəcək mənfi sonsuzluqdan -5-ə qədər B variantı. Keçirik 5-ə. İki nisbətin bərabərliyidir, yəni tənasübdür. Tənasübdə çapraz vurma əməli olduğunu biz bilirik. Çapraz vuranda lap birbaşa belə də yaza bilərəm. Lap aydın olsun deyə belə yazacağım. Mənfini saxladım. 12 vurulsun 7. Uşaqlar, tənlikdə bərabərin hər iki tərəfini eyni bir ədədə vura da bilərəm, bölə də bilərəm. Gəlin, bərabərin hər iki tərəfini 3-ə bölək. Burada qaldı 1, burada qaldı 4. Alıram ki, -x bərabər 28-ə x-i tapmaq lazımdır. Ona görə hər iki tərəfi -1-ə vursam, x bərabərdir -28. -28 cavabımız A variantı. Keçirik 6 nömrəli sualın izahına görə. 6-da bizdən nə istəyir? Deyir ki, həll et. Uşaqlar, mötərizələrin qabağında nə görürsünüz? Toplama görünür. Biraz toplamam böyük oldu. Yox, gəlin biraz bunu kiçildək. Aha. Səliqəli olsun. Baxın, toplama. Mötərizələrin qarşısında toplama olduğu üçün mötərizələri rahat aça bilərəm. Olacaq ki, x üstəgəl 20, üstəgəl x üstəgəl 15, üstəgəl x üstəgəl çıxma olsaydı, mötərizənin qabağını işarələri əksinə dəyişəcəkdim. X, 3x, 15 üstəgəl 25, 20, 40, üstəgəl 50, elə də 60, bərabərdir neçəyə? 90-a. 3x bərabərdir 90 çıx 60, 30, x də bərabər 10-a. Elə bizdən x-i soruşurdu, o da elədi 10, C variantı. Baxırıq 7-ci suala. Deyir ki, B-nin hansı qiymətində C2, 8 nöqtəsi 3x üstəgəl y üstəgəl 2b bərabər 0 funksiyasının qrafiki üzərindədir. Uşaqlar, bu nöqtə bu funksiyanın üzərindədirsə, deməli, bunun x-i, bunun y-i həmçinin bu funksiyanın da qiymətlərdir. Götürüb yerinə qoyuram. X-in yerinə 2, y-in yerinə 8 qoyacağım. 3 vur 2, üstəgəl 8, üstəgəl 2b bərabərdir 0-a. 6 üstəgəl 8, 14. 14 üstəgəl 2b bərabərdir 0-a. 2b bərabərdir -14-ə, b də bərabərdir -7. -7 cavab D variantı. Ümid edirəm ki, aydındır. Baxırıq 8 nömrəli sualın izahına. Kombinezon n elementdən 1 üstəgəl 2n bərabərdir 18. Uşaqlar, kombinezonun bir dənə düsturu var. C n elementdən k bərabərdir n faktorial böl n çıx k faktorial vur k faktorial. Bu düstur mənə lazımdır. Şimdi bunu tətbiq edəcəm misalımda. Yazacağım ki, n faktorial bölünsün. N çıx 1 faktorial. N'in yerinə n qoyuram, k-nın yerinə 1 qoyacağım. Üstəgəl 2n bərabərdir 18-də. Şu birinci. Mən buranı sadələşdirməliyim və burada nə qaldı? K faktorial, yəni mənim misalımda k-nın yerində 1 durubda vurulsun 1 faktorial. Belə. N faktorialın əvəzinə n vurulsun n-1 faktorial yaza bilərəm. Məsəl üçün, deyirəm ki, 9 faktorial necə yaza bilərəm? 9 faktorial bu deməkdir də. Biraz uzun yazmayın. 9 faktorial mənası budur.
Mən 9 faktorialı belə də yaza bilərəm. Yəni bir vaxt azaldı, faktorialın yanına yaza bilərəm. Və yaxud 9 faktorialı 9 vur 8 vur 7 faktorial yaza bilərəm. Həmçinin n faktorialın əvəzinə ədədin özü vurulsun özündən bir vahid kiçiyinin faktorialı şəklində yaza bilərəm. Bunu nümunə kimi verdim. Deməli, burada n faktorialın əvəzinə bunu yazdım ki, məxrəclə ixtisar getsin. 1 faktorialda 1 eləyir. Üstə gəl 2n bərabərdir 18-ə. Baxıram, deyirəm, nə yaxşı, artıq sürət və məxrəc ixtisar getdi. Qaldı bir dənə n. Deməli, kombinizon n elementdən birin qiyməti elə n verirmiş. N üstə gəlsin 2n bərabərdir 18-ə. 3n bərabərdir 18-ə. N də bərabərdir 6-ya. Məndən elə həll et deyirdi. Yəni, məchulu tap. Məchulumuz da n idi də 6. Vəssalam. Tapdıq. Keçirik 9 nömrəli sualın izahına. Bir dənə körbucaq çəkək. A, O, B. Körbucaqlısıdır. Təpədən bir dənə OK çıxır. Lab yaxşı çıxdı. 30-80 hissələrə böldü. Ayırdı. A-B-ni tapın. A-B nə olacaq? 30 üstə gəl 80. O da elədi mi? 110 dərəcə elədi. Vəssalam. Cavabımız oldu A variantı. Onuncu sual sadədir. Vuruqlara ayırma. X-in kubu çıx 25x. Uşaqlar, vuruqlara ayırmaq üçün birinci ortaq vuruq müəyyən eləmək lazımdır. Məsələn, bunda 25 vuruq var. Bunda yoxdur ki. Bunda 5 var. Bunda yoxdur ki. Hər ikisini ortaq vurulan ədədim nədir? X-imdir. Deyə bilərsiniz, ay mənim burada axı vurma yoxdur. Uşaqlar, qüvvəti yüksəldmə ilə vurma deməkdir də. X-i 3 dəfə öz-özünə vurub qısa şəkildə yazıb. Mən burada ortaq vuruq kimi X-i qarşıya çıxaracağam. Birinci həddim x kubudur. Çıxartdığım ədədə böləndə qalır x-in kvadratı. Həmçinin 25x-i x-ə bölürəm, qalır 25 yazdım mötərizənin içərisində. Görürəm ki, mötərizənin içərisində 25-in əvəzinə mən 5-in kvadratı yazsam, müxtəsər vurma düsturu yaranır. Yəni 25 5-in kvadratıdır da. Kvadratlar fərqi bir dəfə çıxıb, bir dəfə üstə gəlir. 2 həddin. Vəssalam, x vurulsun, B variantı. Keçirik 11-ə. Uşaqlar, 11 tipli kökün altında onluq kəsirlər varsa, bu zaman sən onları çevir yenə adi kəsirə. Niyə? Çünki rahat ixtisarın gedəcək ona görə. Bir də götürüb bunları bir-birinə vurub, aləm vurma bir-birinə. 0,9 vurulsun. 100,49 vurulsun 100. Yazdım kökün altında. Elə bu 100-lə bu 100 ixtisar gedir. Qalır ki, başqa işinə ixtisar getmir. 9 vur 49 bölünsün 100. Bir kökün altındadır. Mən bunlardan ayrı-ayrılıqda kök ala bilərəm. 9-dan kök 3 çıxır. 49-dan kök 7 çıxır. 100-dən də kök 10 çıxır. Qalır ki, 21 bölünsün 10. Bunu da 21-i 10-a böləndə 2,1 edir Y variantı. Keçirik, baxırıq 12-yə. Deyir ki, n daxildə natural ədədlər çoxluğundan n plus 15 parçasında neçə tək ədəd var? Uşaqlar, bu tip suallar varsa, baxın, burada şərt deməkdir, n natural ədəddir. Yəni, ürəyimiz istəyən natural ədədi götürüb burada yoxlaya bilərik. İşim yüngül olsun deyə n-in yerinə 1 qoyacağım. N-in yerinə bir dənə qiymət qoyuruq. Bir dənə şərt verib ki, natural ədəd al. Mən də natural ədəd verirəm. Yazıram bura 1-dən 1 üstə gəl 15, 16-ya qədər olan mənə tək ədədlər lazımdır. Bu tək ədədləri də saysam, 1 özü daxildir. 3, 5, 7, 9, 11, 13, 15, artıq mən bura 17 deyə bilmərəm də, olmaz. Neçdən oldu? 1, 2, 3, 4, 5, 6, 7, 8 dənə. 8 dənə D variantı. Baxırıq 13-ə. 13-də görək nə deyir? Deyir ki, əbob 32 ilə 13 vurulsun əkob 32 ilə 13
ifadəsinin 5-ə bölünməsindən alınan qalığı tapın uşaqlar. Əkob AB vur əbob AB A vur B-yə bərabərlikdə elə. Deməli, bunların əkobu ilə əbobun hasili elə bunların nəyinə bərabərdir? Öz hasillərinə bərabərdir. İndi mən burada bu hasildir, yəni buna bərabərdir. Bunun 5-ə bölünməsindən alınan qalığı tapmalıyam. Uşaqlar, bir vura da bilərəm, heç vurmaya da bilərəm. Bunu buna vuranda axır nə ilə qutarır? 6 ilə. Bu 3-ü 2-yə vuranda 6 ilə. Daha önce qabaq isə mənə maraqlı deyil. Məsələn deyirəm 17. 17-ni 5-ə böləndə qalıq neçə qalır? 7-ni 5-ə böləndə qalıq neçə qalırsa, 17-ni də 5-ə böləndə qalıq eyni qalır. Yəni ədədin sonu mənə maraqlıdır. 3-ü 2-yə vuranda 6 eləyir. Deməli, sonu 6 ilə qutaracaq. Sonu 6 ilə qutaran ədədin 5-ə bölünməsini yoxlamaq üçün 6-nı 5-ə bölürəm. Nə olur? Qalıq qalır 1 və salam. Qalıq 1 Y variantı. Bu qədər. Yəni ürəyin istəyir götür 32-ni 13-ə vur. Sonra o hasili 5-ə böl. Yenə 1 qalacaq. Çünki 5-ə bölünmə əlamətində verilmiş ədədin sonuna baxırsan. Ya sonu 0 ya da 5 ilə bitməlidir. Ki 5-ə tam bölünsün. Qalıq qalır da 6 ilə qutarsa qalığı 1-dir. Baxırıq 14-ə. Deyir ki, bir də üçbucaqdır. Bu üçbucağın tərəfləri 14, 16 və 18-dir. Bu üçbucağın hər üç orta xəttinin əmələ gətirdiyi üçbucağın perimetrini tapış olar. Orta xətt nədir? Orta xətt yan tərəfin ortasını birləşdirir və digər tərəfin yarısına bərabər. Məsələn, bura bir dənə orta xətt çəkdim. 3 dənə orta xətt çəkəcəm. Çünki 3 dənə tərəfin 3 dənə orta xətt çəkilib. Bura 18 isə bura 9-dur. Bura 14 isə bura 7-dir. Bura 16-dırsa 16-nın qarşısındakı kiçik üçbucaq isə 8-dir. Məndən bunun perimetrini soruşur. Perimetr də bərabərdir. 8 üstəgəl 9 üstəgəl 7. O da elədir 16 üstəgəl 8 24. A variantı. Baxırıq 15-ə. Uşaqlar, mən demişəm ki, ədədi, kəsri faiz şəklində göstərmək üçün, yəni faizə çevirmək üçün biz nə etməliyik? Verilmiş ədədi, kəsri fərqi yoxdur. Həmişə 100%-ə vurmaq lazımdır. 100%-ə vuranda burada qalır 5, 11-i 5-ə vuranda qalır cavab 55%. Cavab B variantı. Baxıram 16-ya. Bərabər yanlı üçbucaqdır. Tərəflərindən biri 9 və digər tərəf 19-dur. Yəni, bərabər yanlıdırsa ya 9, 9, 19-dur. Ya belədir. Ya da ki 19, 19, 9. Yəni, demir də hansı yan tərəfdir. İndi bunu biz özümüz araşdıracağıq. Üçbucaq bərabərsizində deyir ki, üçbucağın hər hansısa bir tərəfi qalan iki tərəfin cəmindən kiçik olmalıdır. Bəyəm, 9 + 9 18-dir. 19 18-dən kiçikdir. Yox, deməli bu düzgün üçbucaq hesab olunmur. Çünki hər hansı bir tərəf qalan iki tərəfini tutalım. Mən belə desəm, A, B, X-da. Bu X-in ala biləcəyi qiymətlər uşaqlar belədir. Fərqinin modulundan böyük, cəmindən isə kiçik olmalıdır. Yəni sən belə qoyanda 19 kiçik olmalıdır digər iki tərəfin cəmindən. Axı 19 kiçik deyil, onda bu üçbucaq doğru deyil. Amma gəlirəm bura. Baxaq görək həqiqətən də 9 kiçikdirmi digər iki tərəfin cəmindən? Kiçikdir də, 38-dən kiçikdir. Fərqindən böyükdürmü? Böyükdür və salam. Deməli, mənim üçbucağım bu imiş. Yəni, iki hal vardı, iki halda yoxladıq. Perimetr olacaq. P bərabərdir. 38 üstəgəl 9, o da elədi 47. 47. Cavabımız elədi C variantı. Keçirik 17 nömrəli sualın izahına. 17-də deyir ki, 4də 1 çıxılsın 5də 1 sadə sualdır.
Uşaqlar, məxrəclərin müxtəlif olan kəsirləri çıxmaq üçün ortaq məxrəc tapırıq, yəni ekop tapırıq. 4 ilə 5 üçün ortaq məxrəc onların hasilidir, yəni 20-dir. 20-ni 4-ə bölürəm 5, 20-ni 5-ə bölürəm 4. 5 çıx 4, 1. Bunun kvadratını soruşur. Kəsiri qüvvəti yüksəltmək üçün kəsirin sürət və məxrəcin qüvvəti yüksəldirsən. 20-nin kvadratı 400, 1-in kvadratı 1, yəni 1 2 dəfə özünə vuranda 1 eləyir. O da elədi A variantı. 17-də belə. Keçirik, baxırıq 18-ə. 18-ə deyir ki, AN bərabərdir 15 bölünsün N plus 2. Neçənci həddi 0,5-dən böyük. 0,5 2də 1 deməkdir. Böyükdür 2də 1-dən. Uşaqlar, bunu sadə bərabərsizlik kimi həll edəcəyik. Gəlin, biz burada bərabərliyin hər iki tərəfini 2-yə vuraq. Davam eləyək. Deməli, burada uşaqlar, əgər bərabərsizlikdə hər iki tərəfdə ədəd varsa, bərabərsizlik işarəsini bu zaman həmin ədədləri bir yerə yığmaq lazımdır. Olacaq ki, 15 bölünsün n plus 2 çıxılsın 2də 1. Atdım bu yana işarəsini dəyişdim. Böyükdür 0-dan. Yerində işlə qalmadığı üçün 0 yazdım. Burada da ortaq məxrəc bunların hasilidir. 2 vurulsun n plus 2. Burada qaldı 2. Burada qaldı n plus 2 və salam. 30 çıxılsın n çıxılsın 2 böyükdür 0-dan yazaram. Surətdə alacağım ki 30-dan çıxıram 2-ni eləyəcək 28. 28 deməli 28 çıxılsın n bölünsün 2 vurulsun n plus 2 böyükdür 0-dan. Uşaqlar, indi mən bunun sıfırlarını tapacağım. Sürət və məxrəci sıfıra bərabər eləyib sıfırlarını tapıram. Bu 28'dir. N bərabərdir. Müsbət 28. N plus 2-ni də sıfıra bərabər əslində eləyirəm. Sadəcə fərqlidir götürürəm. N fərqlidir. Mənfi 2-dən. Yəni sıfırlarım budur. Ədəd 9 üzərində birinci kiçik, sonra böyük ədəd gəlir. 28-dən böyük 29 versəm mənfi, 3 versəm müsbət, mənfi 5 versəm mənfi olacaq və salam. Mənə hansı aralıq lazımdır? Mənə lazımdır müsbət aralıq. O da olacaq mənfi 2, 28 arasındakı elementlər. Lakin burada bizdə n nə idi? N-ci həddi idi də, A n idi. Ədədi silsilədə hədlərimiz natural ədədlərlə işarə olunur. Yəni burada n mənfi 1 ola bilməz, 0 ola bilməz. Çünki bunlar natural ədəd deyil. 1-dən 28-ə qədər olan ədədlərdir. 1 daxildir, lakin 28 daxil deyil. Deməli 1-dən 27-yə qədər də 27 dənə hədd var ki 2də 1-dən böyükdür. O da elədi D variantı. Keçirik, baxırıq 19 nömrəli tapşırığa. Görək 19-da bizdən nə istəyir? Uşaqlar, burada 54 tam 10-dakı eləmi? Mən 54 üstəgəl 10-dakı yaza bilərəmmi bunu? Yazaram. Üstəgəl 44 tam 5-də 44 üstəgəlsin 5-də 4 yaza bilərəm. Birinci mötərizənin içərisini sadələşdirək. Görürəm ki, burada ixtisar gedir, qalır 5-də 1. Lap yaxşı. Tam hissələri bir toplayıram. 44-ün üstünə gəlirəm 54. Eləyəcək neçə? 98. Üstə gəl 5-də 1, üstə gəl 5-də 4. Tam hissələri bir toplayıram, kəsir hissələri bir toplayıram. O da eləyəcək 5-də 1 üstə 5-də 4 gələndə eləyir 5-də 5. 5-də 5 də nədir? 1-dir də. 98 üstə gəl 1, 99. Bu mənim mötərizəmin içidir. 99-dur. 98 yazmışam. Hə, üzrü sayın. İndi bunu mötərizənin içərisini tapdım. Vururam 9-da 1-ə. İxtisar gedəcək. Qalacaq 11. Bunu da mərhələ həll edirik. 11-in üstünə gəlirəm. 10 tam 100-də 1. Uşaqlar,
Tam hissələr 1 toplanılır, kəsr hissələr 1 toplanılır. 11-in kəsr hissəsi 0-dır da, yəni vergüldən sonra 2 dənə 0 yaza bilərəm. 11-in üstünə 10 gələndə 21, kəsr hissələr də toplananda elədi bu. 21 tam %1, o da elədi Y variantı. Baxırıq 20 nömrəli sualın həllinə. X bərabərdir 2, 5, x kvadrat deyil. X-in yerinə birbaşa qiyməti qoyuram. 2-nin kvadratı üstə gəl. 25 vurulsun 2, üstə gəl 7. Bölünsün. 2-nin kvadratı üstə gəlsin 5 vurulsun 2. Hardan tapdım? Baxın burada ifadəni verib. X-in yerinə birbaşa qiymət qoy. 2-nin kvadrat 4, 4 vur 5, 20. Üstə gəl. 25-i 2-yə vururam 50. Üstə gəl 7. Bölünsün. Birinci qüvvəti əldə eləyirəm. 4 üstə gəlsin 10 və salam. Sürətdə alacağım ki 77 bölünsün 14. Kəsirim ixtisar olunan kəsirdir. 7-yə ixtisar aparıram. Burada qalır 11, burada qalır 2. O da alıram ki 11 bölünsün 2. 11-i də 2-yə böləndə alırıq 5,5. Cavab B variantı. Keçirəm 21 nömrəli sualın həllinə. Deyir ki, müqayisə etmək lazımdır. Ümumiyyətlə uşaqlar, artıma azalma sırası deyirsə müqayisə eləməlisən. Mən bir dənə qayda bilirəm ki, əgər dərəcə mənfidirsə, mən 1 bölünsün A üstü müsbət n kimi yazıram. Bir də mənə nə məlumdur? Əgər bir kəsirin dərəcəsi mənfidirsə, mən həmin kəsirin sürət və məxrəcinin yerini dəyişib, dərəcəsini müsbətləşdirə bilərəm. Bax, müsbətə çevirdim. Dərəcələr mənfidirsə, bu zaman mənim misal əlim ayağıma dolaşacaq. Ona görə istəmirəm dərəcə mənfi olsun. Sürət və məxrəcin yerini dəyişirəm. 7-də 8-in üstündə müsbət 3 yazdım. Yerini dəyişdim, axı yuxarıdakı qaydaya əsasən. Hansının dərəcəsi mənfidirsə, onların yerini dəyişəcəm. 8-də 7. Həmçinin burada da 7-də 8-in nəyi? Kubu. Dərəcələrin hər biri müsbət. Bunun da dərəcəsi nədir? 1-dir də. Oy, çevrində. Bunun da dərəcəsi 1-dir. Uşaqlar, baxıram ki, bu nədir? Düzgün olmayan kəsir, düzgün olmayan kəsir, düzgün kəsir. Elə bir nəysə düz yazmadıq verilənləri. Bax, burada. Mən bunun sürət və məxrəcin yerini dəyişirəm. 7-də 8 verib olacaq 8-də 7-nin nəyi? Kubu. Uşaqlar, siz nəyi bilməlisiniz? Bu düzgün kəsirdir, bax. Bu düzgün kəsirdir, bu da düzgün kəsirdir. Düzgün kəsirlərin qiyməti həmişə 1-dən kiçikdir. Yəni, bunun cavabı 0,10-da neçədir? 0,10-da neçəni istəyirsən, öz-özünə nə qədər vurursan vur. Tam hissə ilə 0-la qalacaq. Ona görə də bunun isə qiyməti düzgün olmayan kəsirdir, 1-dən böyükdür. 1-dən böyük bir ədədi 3 dəfə öz-özünə vursan, təbii ki, nə olacaq? Böyük qiymət alacaq da. Tam hissəsi çünki 0-dan fərqlidir. Deməli, A burada hər ikisindən böyükdür. Çünki düzgün olmayan kəsirdir də, ona görə. Bunu başqa cür də yaza bilərdik. Mən belə yazdım. Sonra gəlirik B ilə, bu C-dir. B ilə C-ni müqayisə eləməyə. Uşaqlar, mən burada 8-i 3-cü dərəcədən qüvvəti yüksəldəndə, bax, bu ilə işim yoxdur. C-nin qiyməti 8 vur 8 vur 8, 7 vur 7 vur 7-dir. Uşaqlar, məxrəc daha böyükdür, elə deyil. Mən burada nə edə bilərəm? Sürət və məxrəci eyniləşdirə bilərəm. Yəni, gəl burada sürət və məxrəci nəyə vuraq? 7-lərə vuraq. Sürətləri eyni olan kəsirlərdir. Yəni, kəsirin əsas xassəsindən istifadə elədim. B-nin sürət və məxrəcini 2-dən 7-yə vurdum. Vurdum, həm də böldüm. Sürətləri eyni olan kəsirləri müqayisə edəndə məxrəci kiçik olan kəsir böyükdür. Məxrəci kiçik olan budur da. Bax, burada 2-dən 7 vur, 7 burada 8 vur, 8-dir. Deməli, B böyükdür C-dən. Alıram ki, A ən böyük, B, sonra C. ABC aldım.
Artma sırası ilə düz deyirsə, birinci ən kiçik, sonra B, sonra ən böyük. Baxın, arta getdi. Vəssalam. O da elədi C variantı. Baxıram 22 nömrəli sualın həllinə. Uşaqlar, 22 nömrəli sual tez-tez imtahanlara düşür. Uşaqlar çaşıb qalırlar. Deyirlər, birinci görəsən Y-i tapaq, yoxsa X-i tapaq. Nə belə çaşıb qalırlar. Amma burada sən nəyi görürsən? Bu tənliklər sistemidir və tənliklər sistemini həll etmək üçün birinci sən tənlikləri tanımalısan. Bax, burada belə bir tənlik var. Burada da x üstəgəl y-in mötərizə kvadratının hissələri var əslində. Sadəcə görə bilmirsən. X kvadrat üstəgəl 2xy 4y kvadratını parçalayıram. Y kvadrat üstəgəl 3y kvadrat yaza bilərəm. Əmsallarına görə parçaladım da 4-ün yerinə mən 1 üstəgəl 3 yaza bilərəm. Bax, bunun əmsalı 1-dir, bunun da əmsalı 3-dür. Parçaladım. Heç nə eləmədim. Sonra buradan bura qədər müxtəsər vurma düsturudur. X üstəgəl y-in mötərizə kvadrat üstəgəl 3y kvadrat bərabərdir 21-ə. X üstəgəl y verib də 3. 3-ün kvadratı üstəgəl 3y kvadrat bərabərdir 21-ə. 3y kvadrat bərabər 21-dən çıxıram 9-u eləyir 12. Y kvadrat bərabərdir 4-ə. Və salam. Y variantı. Keçirik 23 nömrəli sualın həllinə. 23 nömrəli sualı həll etmək üçün mən bir dənə qəşəng çevrə çəkəcəm. Baxın, oldu qəşəng çevrə. Sonra toxunanlar çəkib, lab yaxşı. Nöqtəsində toxunanlar çəkilib, vətər də var, hətta burada bir dənə vətər var. Birinci uşağı gəlin biz vətər çəkək, vətəri. A olmadı. Eyb yox, bir dənə vətər çəkək. Bu A olsun, bu da B olsun. Vətərinə M nöqtəsinə, bir dənə M nöqtəsidir. Toxunanlar ki, bax. Bura bir dənə toxunur, bir dənə də buradan vətərə toxunanlar çəkdim. Deyir ki, A, B, M 80 dərəcədir. Uşaqlar, çevrə xaricində götürülmüş nöqtədən çevrə 2 toxunan çəkmişəmsə, bu toxunanlar bir-birinə bərabərdirmi? Bərabərdir. Deməli, burada nə var? Bərabər yanlı 3 bucaq var. Bunu qoyduq qırağa. Aha, A, M, B-ni soruşur. Uşaqlar, bərabər yanlı 3 bucaqda oturacağa çəkilmiş bucaqlar bərabərdirsə, buranı 80 veribsə, burada 80-dir. A, burada düz bucaqlı deyirəm. Burada 3 bucaq yarandı. 3 bucağın da daxili bucaqların cəmi 180 elədiyi üçün bu ümumi 3-ün cəmi 180 eləməlidir. X də bərabər 20. Mən buranı tapdım ki, 20-dir. Məndən nəyə soruşurdu? Soruşurdu ki, A, M, B-ni tap, yəni M bucağını tap, o da elədi 20. B variantı. Baxın, bu da belə getdi, 23. Baxırıq 24 nömrəli tapşırığın həllinə. Mənə bir dənə belə bir üçbucaq verib. M-in verib. A. Birinci uşaqlar, həndəsə misallarını yazmaq üçün şəklini çəkmək lazımdır. Deyir ki, MA bərabərdir MB-yə. BN bərabərdir NC-yə. A, deməli, burada M-in nədir? Orta xətt. Orta xətt. Orta xətti həm də ki, bərabər hissələrə bölür də. Uşaqlar, orta xəttin funksiyası nədir? Üçbucağın orta xətti yan tərəflərin ortasını birləşdirir və üçüncü tərəfə nə olur? Paralel olur və paralel olduğu tərəfində yarısına bərabərdir. Bu belə. Deməli, M-in AC-nin yarısına bərabərdir. Burada mən digər orta xətləri də çəksəm, bax, buradan mən 2 dənə də orta xətt çəksəm, bilirəm ki, üçbucaqda orta xəttlərin qaydası var ki, üçbucağın orta xətti onu əgər, baxın, orta xətt sahələri bərabər hissələrə bölür. Burada mən 4 dənə üçbucaq yaratdım. Kiçik, eyni boyda üçbucaq. Ümumi ABC-nin sayısı 48 isə mən buna bir S deyirəm. S sahələni bilmirəm. 4 dənə S 48-ə bərabərdir. S də bərabər 12. Yəni bir üçbucağın sahəsi
12'dir. B, M, N də S-lərdən biridir. O da elədir. 12. S, B, M, N bərabərdir 12. O da D variantı. 24-də belə. Keçirik 25 nömrəli sualın həllinə. 25'də deyir ki, A nöqtəsinin koordinatlarını verib, B nöqtəsinin, C nöqtəsinin koordinatlarını verib. Mən bunları çoxluq kimi də verə bilərəm. Yəni, Euler-Venn diaqramda da göstərmək olar. Uşaqlar, bunu həll eləmək üçün biz gəlin Euler-Venn diaqramından yox, bir də belə düz xətt çəkək, ədəd oxu üzərində göstərək. Mənə nə lazımdır? Kəsişmə nöqtəsi lazımdır. Birinci A nöqtəsinin koordinatlarını qeyd edək. Deyir ki, -7, bir dənə də 0 var. 0 da bura olsun qoy. -7-də, müsbət 9 da var hətta, müsbət 10 da var. Gəlin burada birinci böyükləri yerləşdirək. 10, 9, sonra gələcək 6, sonra gələcək 4. Bütün müsbət ədədləri qeyd etdim. Hesablanan başlanğıcının sağında. Sonra mənfi ədədlərim də var. -7 və salam. Belə. Uşaqlar, A çoxluğunun elementləri hardan hara qədərdir? -7-dən 6-ya qədər. Baxın. Belə. Gəlin bir də rəngi dəyişək. Qaldıraq belə A çoxluğunun elementlərini. Bax. Buradan bura qədər nədir? A çoxluğunun elementləridir. Yəni, bu elementlər hamısı bura daxildir. Sonra B çoxluğunun elementləri 4-dən 9-a qədər. Bunları da yazdım. Sonra C çoxluğunun elementləri 0-dan 10-a qədər, 0-dan 10-a qədər və salam. Uşaqlar, bu 3 dənə düz xəttin kəsişmə nöqtəsi mənə maraqlıdır ki, görün burada, baxın, bu nöqtədə məsələn, kəsişmə varmı? Yox. Kəsişmə hardadır? 4 nə? Bax, bu nöqtədə həm A nöqtəsi buradan keçir, C nöqtəsi budur, B nöqtəsi də budur da. A, B, C-nin kəsişmə nöqtəsi haradır? 4, 6 aralığı görürsünüz. Hər üçü burada kəsişir. Deməli, mənə 4, 6 aralığı kəsişmə nöqtəsidir. Bura daxil olan ən böyük ədədim isə neçədir? 5-in özüdür ki, C variantı. 25C. Keçirik 26-nı yazmağa. Bunu mən uşaqlara işlədəndə, uşaqlardan biri soruşdu ki, müəllim, düzbucaqlı koordinat sistemi nədir? Uşaqlar, düzbucaqlı koordinat sistemi dedikdə, əla. Belə çəkək. Biz ədəd oxunu keçmişdik, elə deyil. Ədəd oxu nədir bilirik. Uşaqlar, düzbucaqlı koordinat sistemində artıq mənim bir dənə oxum yox. 2 dənə oxum olur. Bura Y oxudur, bura isə X oxudur. X-a biz deyirik absis oxu. Y-a deyirik biz ordinat. Ordinat oxu. Belə. Bu da mənim 0, 0 nöqtəsidir ki, koordinat başlanğıcı buradır. 0, 0 nöqtəsi. Bura 0, 0 nöqtəsidir. Mən burada düzbucaqlı koordinat sistemi dedi, budur uşaqlar. Oturacaqları BC olan ABC bərabər yanlı üçbucağı verilmişdir. Lab yaxşı. A nöqtəsinin koordinatları 6, 8-dir. Deməli, A nöqtəsi X-a 6 olanda, Y-ım neçədir? 8-dir. Uşaqlar, bu xəttləri xırda-xırda birləşdirirəm. Bu mənim A nöqtəmdir. B nöqtəm nədir? 0, 0 nöqtəsindədir. Yəni 0, 0 nöqtəsi nə idi? Bax, koordinat başlanğıcı. B nöqtəsi koordinat başlanğıcındadır. Aha, əla. C nöqtəsi də var. C nöqtəsi də absis oxu üzərindədir. Və deyir ki, burada ABC bərabər yanlı üçbucaq yaranır. Uşaqlar, burada bərabər yanlı üçbucaq yaranması üçün bax, A, B nəyə çatmır bunun? Buralarda bir dənə C-si çatmır da, absis oxu üzərində. Burada bir C olsun. Əla. Deyir ki, ABC üçbucaq. Bax, bu üçbucağı mən buradan yaratdım.
Uşaqlar, yaradandan sonra bərabər yanlı olduğu üçün bax, bura nədirsə, burada odur. Çünki bərabər yanlı. Uşaqlar, biz bilirik ki, baxın, burada nə etdim mən? Hündürlük çəkdim, elə deyil. Bu bərabər yanlı üçbucaqdır, bu hündürlükdür. Bərabər yanlı üçbucaqda nə bilirik? Bilirik ki, hündürlük həm tənbölən, həm də mediandır. Uşaqlar, bax, burada 0-dan 6-ya qədər neçə addım atıb? 6 addım. Deməli, buradan bura qədər uzunluq 6-dır. Median olduğu üçün burada tutalım. Bura bir K-dirsə, AK median olduğu üçün deməli, burada 6-dır və salam. Deməli, mən BC tərəfinə ümumi B nöqtəsindən C nöqtəsinə gedənə qədər 12 addım atmalıyam. Deməli, uzunluğum 12-dir. Bura 8-də, baxın uşaq, bu nədir? Hündürlükdə, yəni yuxarı 8 addım gedibsə, burada 8 addımdır. Hündürlük 8-dir, baxanda bilinir. Hündürlüyü də tapdım, 8. Üçbucağın sahəsi S bərabərdir, 2-də 1, A vur H-dır. 2-də 1, A-mız tərəfdir, 12, H-mız isə həmin tərəfə çəkilən hündürlükdür. O da eləyəcək 96 böl 2, o da eləyəcək 48, A variantı. 27-yə baxırıq. Deyir ki, düzgün 5 bucaqlının bir xarici bucağını tapın. Uşaqlar, düzgün çox bucaqların bir xarici bucağını tapmaq üçün düsturumuz belədir. Baxın, A' yazıram, 360 böl n. Yəni, burada mənim n'im neçədir? 5-dir. Yəni, bir xarici bucağını alfa ştrixlə işarə eləsəm, 360 bölünsün 5-dir. 360-ı 5-ə böləndə eləyəcək 36-nın içində 5 7 dəfə 72 dərəcə. Y variantı. 28-ə baxırıq. Deyir ki, ədəd oxuunda ən solda yerləşən ədəd hansıdır? Uşaqlar, ədəd oxu budur. Baxın, bu 0-dır. 0-dan sağda müsbət, solda isə mənfi ədədlər durur. Mənfi. Mənə maraqlıdır ki, ən solda yerləşən ədəd deməli, ən solda yerləşirsə, bir də A variantına baxağın. Uşaqlar, normalda mən rasional ədədlə irrasional ədədi toplaya çıxa bilmərəm, amma işarəsini müəyyən edə bilərəm. 5-in əvəzinə 5-i kvadrata yüksəldib kök alsam, kök altında 25 çıx, kök altında 23 şəklində yaza bilərəm. Uşaqlar, normalda çıxa bilmirəm, amma işarəsini müəyyən edə bilərəm. Kök altında 25, kök altında 23-dən böyükdür. 25 23-dən böyük olduğu üçün. Bu zaman böyük ədəddən kiçik ədəd çıxanda müsbət eləyir. Bu belə. B variantına baxıram. Kök altında 17 çıxılsın pi. Pi'nin təqribi qiyməti 3,14'dür. Kök altında 17-dən təqribi qiymət çıxardıram. 4,1. Bunun da təqribi qiyməti 3,14'dür məsələn. Böyük ədəddən kiçik ədəd çıxanda yenə müsbət alınır. Yəni, burada hamısı müsbətdir. Mən bunu konkret ədəd oxu üzərində müəyyən edə bilmərəm. Bir rasional ədədlər var. Amma mən burada Y variantına baxsam, yəni çox uzun çəkməsinə video birbaşa yazıram. Uşaqlar, 3-ün yerinə mən nə yaza bilərəm? Kvadrata yüksəldib kök alsam, kök 9 çıx, kök 13. Burada görəcəksiniz ki, kiçik ədəddən böyük ədəd çıxanda mənfi eləyir. Digər bütün variantlarda A, B, C, D variantlarını yoxlayanda müsbət ədəd alacaqsınız. Y variantında isə mənfi ədəddir. Mənfi ədəddə müsbət ədədlərin ən solunda yerləşir. Bax, bu tərəfdə yerləşir. Solda yerləşən budur da, qalan hamısı sağdadır. Sıfırın sağındadır. Ona görə cavabımız olacaq Y variantı. Baxırıq 29-a. Dairənin sahəsini verib 64 pi. Dairənin sahəsi nəyə bərabərdir? Pi R kvadratı bərabərdir 64 pi'yə. Burada pi'lər ixtisar gedir. R kvadratı bərabər 64'ə, R də bərabərdir 8'ə. Radiusu tapdım. Baxın, çaşdırıcı olaraq A variantına görün 8 verib. Eləm, amma səhvdir də. Radius verdi. Məndən nə istəyir? Diametr. Görsünüz? Sual necə çaşdırıcıdır. D bərabər 2R deyən 2 vurulsun 8. O da elədi 16 D variantı. Növbəti sualımız 30'dur. Trigonometrik funksiya. Uşaqlar, sizin 30'da alır 2'də 1. Üstə gəlsin. 2,5'in yerinə 10'da 25 yazarım. Bölünsün.
6,5-in yerində 10,65 yazaram. Çıxılsın. Uşaqlar, sinus 30 dərəcənin tamamlayıcısı kosinus 60 dərəcədir. Bunlar bir-birinə bərabərdir. Hər ikisi də 2-də 1-ə bərabərdir. Çıxılsın 2-də 1. İndi bunu nə etməliyik? Həll etməliyik. Bunu həll edəndə də bunlar üçün surətdə ortaq məxrəc 10-dur. Burada qaldı 5, burada qaldı 1. 5 üstə gəlsin 25, 30. Sürətdə aldım bunu. Keçirəm məxrəcə. Burada da ortaq məxrəc bunlar üçün 10-dur. Burada 5-dir. Qaldı 65 çıxılsın. 5, 60. Sürətdə qalır ki 3, məxrəcdə qalır 6. 3-ü də 6-ya böləndə qalır 2-də 1, o da eləyir 0,5. Belə. Deməli, uşaqlar, bugün biz sizinlə 9-cu sinifin buraxılış imtahanına düşən suallarla tanış olduq. Qeyd edim ki, həm onlayn, həm də əyani dərslərimiz mövcuddur. Dərslərimizlə bağlı əlavə məlumat almaq üçün bu nömrə ilə əlaqə saxlaya bilərsiniz. Belə. Qeyd edim ki, 5-ci sinif və 5-ci sinifdən yuxarı şagirdlərin qəbulu mövcuddur. Hazırda belə. Nəsə sualınız yaranarsa, əgər bu WhatsApp-dır. WhatsApp nömrəmizdir. Belə, nəsə də misalların gedişatı ilə bağlı, həlli ilə bağlı suallarınız yaranarsa, şərhlərdə yazıb soruşa bilərsiniz. Bugünlük bu qədər. Sağ olun.